bir kişi Allah'ın Resulünün yanına geldi ve dedi ki, ey Allah'ın Resulü, insanlar arasında qayğıya en çok layık olan kimdir? Allah Resul dedi ki sallallahu aleyhi ve sellem, anan. Dedim sonra kim? Dedi anan. Dedim sonra kim? Dedi anan. Dördüncü defa soruşanda dedi ki atan. Hədisi Buxari və Müslim rivayet edib. Bu hədis göstərir ki, valideynlərin haqqı çox böyükdür. Görürsən, demədə ən çox övladın, demədə ən çox zövcən xanımın, dedi anan, sonra dedi atan. Demək, valideynlərin haqqı həqiqətən böyükdür, güzel qardaşlar. Bəzi insanlar var, təəssüf olsun ki, evlənəndən sonra, istər kişi olsun, istər qadın olsun, valideynlərini unudur, tərk edir, ya da salmaz, xatırlamaz, vaxtın əksəriyyətini öz övladı xanımı ilə keçirir. Bunu başa düşürəm, bu təbii hallar ki, unutmaq, axtarmamaq, maraqlanmaq, bu artıq ayıbdır. Bəli, sən hər gün öz ailənin yanındasın. Ola bilər ki, insan evlənər, ayrılar, başqa evdə qalar. Anası, atası ayrı evdə, bu ayrı evdə. Lakin bu o deməli deyil ki, sən onlarla maraqlanmamalısın. Bəzi insanlarda belədir. Axtarmaz, bəlkə aylarla, illərlə axtarmaz valideynlərini. Bayramdan bayrama zəng edər, təbrik edər, nə bilim, həftədə bir dəfə və s. Halı ilə maraqlanmaz, dərdi ilə maraqlanmaz, dərdinə şərik olmaz. Halbuki Allah Teala kitabında nə deyir? Və qada rabbuka alla ta'budu illa iyyahu və bil valideyni ihsana. Allah Teala buyurur ki, Allah sizə ondan başqasına ibadət etməməyi əmr elədi. Yəni, yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr elədi. Gör, Allah bizə nə əmr edir? Valideynlərin qarşı mərhəmətli, rəhmli olmalıyıq. Üzərimizə düşən onların qayğısını çəkməkdir.